Inter 3-0 hesabı ilə inamlı qələbə qazanır. Napoli 0-2 hesabı ilə məğlub olur. Napoli 0, Lazio 2. Tottenham öz qəriz mövqeyini biraz da qərizləşdirir. Komanda öz evində Brightonu məğlub eləyə bilmədi. Komanda hal-hazırda 18-ci pillədədir. Görək Tottenham çempionşipə gedəcək ya yox. Mən ümid edirəm ki, gedər. Heç xoşum gəlmir bu klubdan. Liverpool Evertondan güclü olur. Everton 1, Liverpool 2. Diego Simeone yenə kuboksuz qalır. Finalda Real Sociedad'a penaltilər seriyasında məğlub oldular 3-4. Əsas vaxtda qalib müəyyənləşmədi. Atletico Madrid 2, Real Sociedad 2, lakin penaltilər seriyasında Real Sociedad daha dəqiq oldu. Manchester United Mateus Cunha'nın qolu ilə minimal hesabla qələbə qazanır. Chelsea 0, Manchester United 1. Galatasaray 2-1 hesabı ilə qələbə qazanır. Aston Villa və Sunderland şou göstərdilər. Çox möhtəşəm oyun idi. Nəticədə Aston Villa qələbə qazandı. Aston Villa 4, Sunderland 3. Milan Verona'nı minimal hesabla məğlub eləyir. Verona 0, Milan 1. Bavariya 4-2 hesabı ilə qələbə qazanır. Bununla da çempionluğunu rəsmiləşdirir. Adekvat Bavariya azarkeşlərini təbrik edirəm. Arsenal özünü gülməli vəziyyətə qoyur. Premyer Liqanı da bu səfər əldən verə bilərlər. Manchester City Arsenalı məğlub elədi. Fikrimcə yenə Arsenal kuboksuz qalacaq. Hər mövsüm kubok qazanır. Hələ 6 ildir Arteta bu klubun məşqçisidir. Heç bir kubok qazanmayıbdı. Sonda El Nassr 4-0 hesabı ilə qələbə qazanır. Cristiano Ronaldo yenə qol vurdu.